Herkese salam. Bugün sizlerle dünyanın en sirli, en qalmaqallı ve en çok sual doğuran şəxslərindən biri olan Jeffrey Epstein hakkında danışacağım. Bu mövzunu indi gündəmə gətirməmin əsas bir səbəbi var. ABŞ-da son günlərdə Epstein ilə bağlı tarixi bir addım atılıb. Nümayəndələr Palatası Epsteinin sənədlərinin tam açılması ilə bağlı qanun layihəsini 427'ye bir səslə təsdiqləyib və bu demək olar ki, yekdillik deməkdir. 427 evet, bir hayır. 3'te 2 çoğunluk sağlandığı için kurallar askıya alındı, tasarı kabul edildi ve itiraz olmadan yeniden değerlendirme önergesi masaya yatırıldı. Əgər qanun qüvvəyə minsə, Epstein ilə bağlı olan bütün məxfi məlumatlar, sənədlər və şahidlər ortaya çıxacaq və bütün dünya buna gözləyir. Görəsən sənədlər açılandan sonra kimlərin adları ortaya çıxacaq? Gəlin birlikdə baxaq ki, Jeffrey Epstein ümumiyyətlə kimdir? Jeffrey Epstein 1953-cü ildə New Yorkun Brooklyn rayonunda anadan olub. Ailəsi adi bir ailə idi, amma Epstein çox tez bir zamanda elit təbəqəyə çıxmağı bacardı. O əvvəlcə məktəbdə müəllim işləyirdi, daha sonra isə maliyyə sahəsinə keçərək böyük sərvət qazandı. O zəngin insanlara maliyyə məsləhətləri verirdi və yavaş-yavaş Amerika və dünya elitası ilə əlaqələr qurmağa başladı. Siyasətçilər, krallar, milyarderlər, məşhur alimlər, Epsteinin əhatəsində çox güclü insanlar vardı. Bu əlaqələr sonradan onun işində ən mübahisəli məsələlərdən birinə çevrildi. Epstein özünü xeyriyyəçi kimi təqdim edir, elmi layihələrə sponsorluq edir və böyük sərmayələr yatırırdı. Amma pərdə arxası illər sonra ortaya çıxdı. 2005-ci ildən etibarən bir neçə azyaşlı qız Epstein tərəfindən istismar olduğunu bildirib. Araşdırmalar getdikcə Epsteinin əslində istismar şəbəkəsinin olduğu da ortaya çıxıb. 2008-ci ildə isə razılaşma yolu ilə cəmi 13 illik yumuşaq həbs cəzası uyğulanıb. Hətta o gündüzləri çölə belə çıxa bilirdi. Amma 2019-cu ildə federal səviyyədə yenidən həbs olundu və bu səfər işin miqyası daha geniş idi. 2019-cu ildə Epstein New York'da həbsxanada ölü tapıldı. Rəsmi açıqlama intihar idi. Amma kameraların işləməməsi, nəzərçilərin olmaması və təhlükəsizlik pozuntuları, bunların hamısı bir araya gəldikdə onun susturulduğu iddiasını daha da gücləndirir. Hətta o ölməmişdən bir gün qabaq onun otağında olan yoldaşını da otaqdan ayrılıblar. Epstein'in Karib dənizindəki özəl adası Little St. James illərdir pedofiliya adası kimi tanınır. 40 az yaşlı qız Epstein tərəfindən təcavüzə və insan alverinə məruz qalıqlarını açıqlayıblar. Hətta onlar sosial medialarda videolarını "Biz tək deyilik, biz yalan danışmırıq, bizə inanmadınız amma biz buradayıq" adlı videolarla paylaşırlar. I suffered so much pain. So much pain. So much pain. I suffered so much pain. I was 14 years old. I was 16 years I old. was 16, 17. 14 years old. This is me. This was me. This is me. When I met Jeffrey Epstein. This is me when I met Jeffrey Epstein. There are about 1,000 of us. It's time to bring the secrets out of the shadows. It's time to shine a light into the darkness. ABŞ Federal Tədqiqat Bürosunun direktoru Kaşpatel açıqlama verib. Epstein azyaşlıları insan alverinə məruz buraxdığına dair rəsmi bir məlumat yoxdur. Amma bu daha böyük bir narazılıq yaradıb. Çünki 40 qurbanın ifadəsi ortadadır. There's no credible information. None. If there were, I would bring the case yesterday that he trafficked to other individuals. And the information we have, again, is limited. So the answer is no one? For the information that we have. In the files? In the case file. Okay. Bəzi hüquqçular və siyasətçilər isə Kaşpatel yalan ifadə verdiyi üçün məsuliyyətə cəlb olunmasını tələb edirlər. Və bayaqlar dediyim kimi, ABŞ-da tarixi an yaşanır. Epsteinin bütün sənədlərinin ortaya çıxması, bir çox milyarderlər, siyasətçilər və toxunulmaz fiqurların adlarının ortaya çıxacağı mənasına gəlir. Amma kimlərin adları ortaya çıxacaq heç kəs bilmir. Epstein işi yalnız bir şəxsin cinayət hekayəsi deyil. Bu gücün, pulu və qorxunun necə sistemli şəkildə birləşdiyini göstərən nahəng bir skandaldır. İndi isə görünür ki, o qapı tam açılır və gizlətmək artıq mümkün olmayacaq. Videonu bəyəndinizsə kanala abunə olmağı və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.